Salam hər kəsə. Deməli, bu gün yepyeni bir sıralama ilə qarşınızdayım. Bu gün ölkəmizin yeməklərini sıralayırıq da, belə deyək. Mətbəxini sıralayırıq. Dolma, kələm dolması. Kələm dolması valla, yəni belə deyək də, gedər 4. Üstünün kələmin soyanda gedir. Şəkər bura. O da yəni belə deyək 5, hə, pis deyil, yaxşıdır. Lülə kabab direkt ilk üçlükdə lülə kabab o. Heç soruşmaq lazımdır. Badımcan biber dolması, biberi üzürü sayın. Biberi çıxmaq şərti ilə o ikisini yeyərəm, heç bir problem yoxdur, amma yəni olmazsa olmaz da deyil. Balıq. Balığı 2-yə qoyaram. 2-yə qoyaram. Piti yeməmişəm. Deməli, qutab. Ət qutabıdsa, deməli, Hacıkənddə biri var, bir xanım var, adını çəkmirəm. O yaxşı eləyir. İndi belə deyək də 7. Amma olsa yəni yeyərəm, niyə də yox. Halva, indi birlik o daha yaxşı bir şey bəlkə gələ bilər. Plov. Valla. Da birə bu düşdü. Aş. Hə, qutab. Bəs bu yaxşı nə idi, hə? Bu da 10. Sizcə sıralamam necə oldu? Yazın yorumlara.